övliyaları sevməkdən başqa vasitə yoxdur. Çünki onlar Allahın xəlifəsidir. Allah öz sifətlərini bunlara verib. Allah öz sifətlərini bunlara verib. Allah öz sifətlərini bunlara verib. Yəni Əhl-i Beytə verib. Sizcə bu Allahın kitabı ilə uyğun gəlir yoxsa yox? Quran-ı Kərimdən sizə təqdim etdiyim bu ayələri oxuyun. Ey sənmiş yerlər! Biz sizi öz alimlərimizlə, sizin öz alimlərinizlə aldatmırıq. Biz sizə etimad etdiyiniz elm tələbələrimizi, məscid imamlarımızı, alimlərimizin sözlərini getiririk ki, Allahın kitabı ilə uyğun gəlmir. Siz o firqədə, o şiəlikdə qalaraq Allahın kitabına küfür etmiş olursunuz. Bunun ziddini biz Quran-ı Kərimdən sizə dəlil olaraq gətirəcəyik. Yəni bir müsəlmanın düşündüyü bu ola bilərmi? Allah öz sifətlərini imamlara vermişdi. Bunu təkcə Hacı Şahin yox, başqa alimlərimiz, başqa elm tələbələrimiz bunu söz olaraq deyir. Biz artıq sizin kitablarınızdan dəlilləri sizə göstərmirik. Artıq o kitablara sizə təqdim eləyəndə inanmırsınız, yoxlamırsınız, yalandır, iftiradır, sözünü dediyimizə görə biz artıq o kitabları ağzına alan məscid imamlarının səslərini sizə təqdim edirik ki, biz o kitablardan sizə gətirdik, inanmadınız, buyurun, indi onların ağzı ilə siz bunları eşidin. Və burada deyir ki, övliyaları sevməkdən başqa bir vasitə yoxdur. O qədər vasitələr var ki, cihad, oruc, namaz, Peyğəmbəri sevmək, Peyğəmbərin namazını qılmaq, savab işlər görmək və s. Təkcə imamları sevərək bir vasitə yoxdur ki. Gör nə deyir, subhanallah, baxaq. Övliyaları sevməkdən başqa vasitə yoxdur. Övliyaları sevməkdən başqa vasitə yoxdur, subhanallah. Belə bir din yoxdur da. Quran-ı Kərim amma bunu demir. Dualarda gəlib. Səninlə, sizinlə, yəni onlar arasında, yəni belə deyir ki, la fərqə beynəkə və beynə Allaha deyir işte, ilahi səninlə onlar arasında, yəni Əhl-i Beyt arasında heç bir fərq yoxdur. Bir dənə fərq var. Onlar bəndəndir. Yəni bütün işlər onların əli ilə görülür. Səninlə, sizinlə, yəni onlar arasında, yəni belə deyir ki, la fərqə beynəkə və beynə Allaha deyir işte, ilahi səninlə onlar arasında, yəni Əhl-i Beyt arasında heç bir fərq yoxdur. Bir dənə fərq var. Onlar bəndəndir. Yəni bütün işlər onların Allahla imamlar arasında heç bir fərq yoxdur. Bir fərq var, o Allahdır, o da imamlardır. Bu şiəlik bax bunu verir. Ey sənmiş yerlər, bu dində qalaraq etdiyiniz ibadətlər Allah qəbul etməyəcək. Vallahi qəbul etməyəcək. Ona görə də o dini yox, Quran və sünnətə uyğun olacaq bir din seçin ki, o sizi xilas etsin. Bu şiəlik şərik qoşdurma bir dinidir. Nəhcül bələğədən sizə dəlillər, bir dəlil qoyacam, birinci xütbədən, bəli, bir dəlil qoyacam. İmam Əli görün nə deyir, subhanallah. İmam Hüseyin əleyhissalam da Allaha hər şeyini verdi, Allah da elə buna Allahlığını verdi. Bu mənniyə ki, hər şeyi verdi. Kim elə buna Allahlığını verdi. Bu mənniyə... Bəzi hədislərdə var, çox qəribə hədislərdir. Bunları danışmaq olmur. Görsən, danışırsan, deyil. Allah da İmam Hüseynə Allahlığını verdi. Bunlar dayanmır, subhanallah. Gördünüzmü? Biz neçə illərdir deyirik ki, siz imamları Allaha tay tutursunuz, bərabər tutursunuz, bizə inanmırsınız. Da indən belə o dində qalırsınızsa, qalın. Amma qalmağınız qala-qala haramlardan çəkilib, oruç tutub, namaz qıldığımızın heç bir faydası olmayacaq. Çünki o din bir şirk dinidir, Allaha ulaşmayan bir dindir. Sizə təqdim etdiyim bu ayələri oxuyun və yaxud da oxutdurun, lütfən. Bu ayələr necə də bu dinin təməlini dağmadağın eləyir. Bu Buxari Müslüm deyil, qəbul etməyəsiniz. Bu Allahın kitabıdır. Sizin üçün nə fərqi var?
Allahın kitabı olsa da qəbul etməyəcəksiniz. Özünüz bilin. Sadəcə ölün və cəhənnəm sizindir. Əlbəttə ki, Allahın ayələrini inkar edənlər Allah dediyi kimi cəhənnəm gözləyir. Mən sizə görə deyirəm, gecələr, gündüzlər Allaha ibadət etmisiniz, onlar puça çıxmasın. Siz bu kimi əqidədə olaraq bu ayələri inkar etmiş olursunuz. Hacı Şahin və başqalarını müsəlman olaraq görürsünüz. Allah bu kimi insanlara müsəlman demir. Kanalıma abunə olun və bunu hər yerdə paylaşım edin. Göydən su endirib, onunla sizin üçün növbə-növ məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın. Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsilə dua edin və onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.